baxayaq. Sən nə deyirəm? Biz natural ədədləri yazarkən hansı rəqəmlərdən istifadə edirik? Bəli, 0-dan ta ki 9-a qədər. Bəs yaxşı, düzgün kəsr nədir Səbinə? Düzgün kəsir, surət məxrəcdən kiçik olarsa düzgün kəsir. Aha, yəni mövzuna sual verməyinə təkrar edəcək, sonra keçərək suallara. Əyləş, Aytaç, düzgün olmayan kəsr nədir? Düzgün olaraq kəsir, surət məxrəcdən kiçik olarsa düzgün olarsa. Bərabər ola bilər mi Aytaç? Bərabər olsa düzgün olarsa. Məsələn, bir dənə düzgün olmayan kəsrdir. 5-də 5 düzgün olaraq kəsirdir. Aha. 12-də 5 düzgün olaraq kəsirdir. Yox, 12-də 5 düzgündür. 5-də 12 olarsa, onda nə yazı olacaq? Düzgün olmayan kəsr. Əyləş, Ayaq. Məxrəclər bərabər olan kəsrləri toplayanda qayda necədir? Toplayanda məxrəc olduğu kimi qalır. Aha, surətlər toplanır. Çıxılma olanda da çıxılır. Aha, bəs yaxşı, kəsrlərin ixtisarı. Ümumiyyətlə, 60-da 48 kəsrlə ixtisar edə bilərsənmi? Allahın əvvəlini tapıb, Nəyin? Surət və məxrəcinin əvvəlini tapıb və həmin surət və məxrəci onların neyinə bölmək lazımdır? Əvvəlina. Gəlib yaza bilərsən? Buyurun. Əvvəlina böləcək. Hər ikisi. 48-dən 60-ı, bəli. Yaz 48 aşağıda. Bir də buradan 60. Aha. İndi bunları sadə vurgularına ayır. Sadə vurgularına ayır. Sadə vurgularına ayır. Əvvəllər ortaqların hasilidir. Ortaqlar, ortaq ədədlərin hasili. İndi ortaqları bir-birinə vuracaqsan. Altından xəsiyyətliklərimizi, hansılarda altından xəsiyyətliklərimiz? Bəli, bunların hasili. Yəni 2 vuran 2, vuran 3. 4, 4-də 12. Deməli, hər birini nəyə bölməlisən? 12-yə bərabərdir. 48-i 12-yə böləndə. Neçə alınır? 48-i 12-yə böləndə. Bəli, yuxarıda kəsirin surətində 4, məxrəcində isə neçə alınır? 5 alınır, bəli. Əyləş. Sonra, Fatimə. Ümumiyyətlə, kəsirlərdə kəsirin əsas xassəsi var. Nədir o kəsirin əsas xassəsi? Surət və məxrəci eyni bir ədədə qorumaq və ya nə olar? Bölmək olar. Sən mənə deyə görüm, natural ədədlərdən ən kiçik natural ədəd neçədir? Ən kiçik natural ədəd? 1. Ən böyük natural ədəd varmı? Yox, sonsuz sayılarda. Bəli. Sadə ədəd deyə görün mənə bir dənə. Sadə ədəd. Həm kəsirlərdən, həm də adi kəsirlərdən, həm də natural ədədlərdən suallarımız olacaq. 2 sadə ədəddir, bəli. Əyləş, Nasir. Mürəkkəb ədəd deyə görək. Yox, bir nə sadədir, nə də mürəkkəb. Mürəkkəb ədədin neçə bölən olmalıdır? 2-də artıq olmalıdır. 4, 10, 15 və s. Əyləş, Rəvan. De görüm, məxrəcləri müxtəlif olan kəsirlər necə toplanır? Ortaq məxrəcə gətirilir.
Ortaq məxrəc birinci kəsrin məxrəcinə bölünür. Nəyə vurulur? Surətinə. Eyni qayda ilə ikinci kəsrin məxrəcinə bölünür. Surətinə vurulur. İndi gəzlərini qonusu yaz. 3'də 2 üstə gələk. Üstə gələk. 6'da 1. Bu kəsri sadələşdir. Kəsirlərin, iki kəsirin cəmini tap. Hə. Ortaq məxrəc tap. 6, bəli. 6'nı nəyə bölüb, nəyə vurmaq lazımdır? Bəli, 2'yə. 6'nı 3'ə böləndə 2, 2'ni 2'yə 4. Sonra 6'nı eyni qayda ilə ikinci kəsirin məxrəcinə bölüb surətinə vurmaq lazımdır. Bu da 6'da 5 eləyək. 6'da 5, 4 və 1-in cəmi 6'da 5. 6'da 5 kəsir rəvan necə kəsirdir? Düzgün kəsirdir, bəli. Əyləş. Aynı natural ədədlərdə 2'yə bölünmə əlaməsini görək. Sonra 0-2. 2'yə bölünmə. Sonra 100 olan. Əgər üç rəqəmlə qurtaran ədədlər 2'ye tam bölünür. yəni belə desək, qısa şəkildə desək, bütün cüt ədədlər 2'yə tam bölünür. Bəs yaxşı, 9'a bölünmə əlaməti? Rəqəmlərin cəmi 9'a bölünən ədədlər 9'a bölünür. Rəqəmlərin cəmi 9'a bölünən ədədlər 9'a bölünür. Məsələn? Məsəl üçün, Məsələn 27. 27 niyə 9'a bölünür? Çünki 7 ilə 2 toplayanda 9'a 9'a tam. 27'də bölünür. Bəs yaxşı, sən deyiyorum, adi kəsirlərdə düzgün olmayan kəsirləri Adi surəti məxrəcinə böyük olan kəsirlər düzgün olmayan, surəti məxrəcinə kiçik olan kəsirlər düzgün kəsirlər. bəs yaxşı, qarşı ədədləri Qarşı ədəd tam bir kəsir hissədə ibarət olan ədədlərə qarşı ədəd deyilir. Aha. 4,6'da 5. İndi sən 7 tam 6'da 5 kəsirini düzgün olmayan kəsirə buyur çevir. Düzgün olan düzgün olmayan. Düzgün olmayan kəsirə 7'nin çevir. 6'ya vurur, 6 bir 7'nin 42. 42'nin üstə 5 gəldi. 47. 6'da 47. Bəli. 47 ilə düzgün olmayan kəsir çevirmək üçün 47'ni də 6'ya bölürük. Eyni qayda ilə yenə də 7 tam 6'da 5 alınacaq. Yəni uşaqlar, tam hissə kəsrin məxrəcinə vurulur Bəli. və üzərinə surət əlavə olunur. Surətdə yazılır, 7'nin 6'ya vurduq neçə eləyir? 42, üstünə 5 qədərdə 47. Məxrəclə olduğu kimi qalır. Bəli, əyləş. Sahilə, bəs yaxşı, düzgün olmayan kəsr qarşı ədədə necə çevrilir? Məsələn, deyək ki, 3'də 17 kəsiri bunu qarşı ədədə çevir. Buyur. 17'ni böl 3'ə, ən çox neçədə böl düşər 17'ni 3'ə böləndə uşaqlar? Ən çox neçədə böl düşər? 5 dəfə. Yox, tam hissənin qarşısından yazdır, kəsirin qarşısından yazdır. 5, məxrəc olduğu kimi həmişə qalır, mən sizə keçən dəfədə deyəcəm. Yəni ki, məxrəc həmişə olduğu kimi qalır və alınan qalır da surətdə yazılır. İndi neçə olacaq bu? Surətdə yazılsa, neçə qalır? 2, bəli. Bu deyir, deməli, bu şəkildə. Bəs yaxşı, deyə görək, ümumiyyətlə, mürəkkəb ədədi nə deyir? Mürəkkəb ədəd. Mən bilən mürəkkəb ədəd deyə görək, mürəkkəb ədəd. Hə. Deyə görüm ayrı. 2 vəlisən çox bölənə olan ədədləri mürəkkəb. 2'dən çox bölən olan mürəkkəb ədəddir. Mürəkkəb ədədlər deyilir. 1 və 1'dən 6. Bəs yaxşı, bir ədədi mürəkkəbdirmi? Deyil. Nə sadədir, nə də mürəkkəb. Bəs yaxşı,
De görək. Ümumiyyətlə, qarşılıqlı sadə ədədlərdir. Kim deyər? Qarşılıqlı sadə ədəd. Aytaç de görək. Ortaq bölənləri bir olan ədədlər qarşılıqlı sadə ədəd. Ardıcıl iki ədəd sahilə qarşılıqlı sadə ola bilərmi? Ola bilər. 3 ilə 4 qarşılıqlı sadədir. Əyləş. Şamil. De görək. Bilə bir sual verir. 4-ə bölünmə rağbətli Şamil. Son iki rəqəm nəyinə tutarsan? Sıfırla. Məsələn, son iki rəqəm sıfırla qurtaran ədəddə görək. 400. Bu sonu 2 sıfırdan qurtardığı üçün 4-ə bölünəcək. Və yaxud da son iki rəqəmin əmələ gətirdiyi ədəd 4-ə bölünməlidir. Məsələn, deyək ki, 524 ədədir. Son iki rəqəmi 24 ilə qurtarır və 24 4-ə bölündüyü üçün bu ədədin özü 4-ə bölünəcək. Qalıqlı bölmədə qalıq 0 ola bilərmi Şamil? Nə zaman? Tam bölünür. Bəs yaxşı, qalıq həmişə nədən kiçik olmalıdır? Böləndən kiçik olmalıdır. Bəs yaxşı, kəsrə vuranda qayda necədir Şamil? Yox, kəsrə vuranda. Məsələn, tutarıq ki, 3-də 2 kəsri, vuram 5-də 4-də. Surətə vurular. Məxrəcə. Surətə vur görək. Aha. Məxrəc neçə eləyər? 3-ü 5-ə vuranda? 15. Aha. İndi. Bəs yaxşı. Kəsri kəsrə böləndə? Aha. Birinci kəsir. Olduğu kimi qalır. İkinci kəsir tərsinə çevrilir. İkinci kəsir. Tərsinə vurulur. Gəl lövhəyə. Zəhmət olmuşsa gəl lövhəyə. Yaz buradan. 27-də 12. 27-də 12. Bölək. 5-də 2. Birinci kəsir olduğu kimi qalır. İkinci kəsir tərsinə vurulur. Tərsinə vurulmaq o deməkdir ki, surət və məxrəcin yeri dəyişir. Bəli, surət və məxrəcin yeri dəyişir. Məxrəc və məxrəc ixtisar olma bilərmi? Surət və məxrəc ixtisar olmalıdır. Çarpazda ixtisar eləmək olar və yaxud da bir tərəfdə də bəli, kəsilir məsələn 12 ilə 27 ilə eləmək olar. 4, 9, bəli. 27-də 12 kəsiri olduğu kimi qaldı. İkinci kəsir tərsinə vurulanda surət və məxrəcin yeri dəyişilir. Yəni 5-də 2 isə olacaq, 2-də 5. Yirmi 27'ni 5'e vurmuşlar. 27 artı burada 1'e vurulmalıdır. Çünkü diğer tarafa çekip gelmek olmazsa o tarafa. Burada uşaqlar 12 ile 2 ixtisar olanda hər ikisi 2'ye bölündü. Burada 1 qalır, burada 6. Burada da ixtisar yoxdur. 6'nı vururuq 5'e 30. Aşağıda da 27 bırak bunu 1 yaz gelir. Çünkü 27'ni 1'e vurur. Məxrəcdə də olacaq 27. Və bunlar da təbii ki, surət və məxrəc ixtisar olunur. Yəni ixtisar olmaq kəsrdir. İndi ixtisar elə görək bunları. Neçəyə bölünər? 3'ə. Təbii ki. Burada da deməli 30'u 3'ə böləndə 10, 27'ni də 3'ə böləndə 9. Bu bəli, oldu, onda 9 yox. Birinci kəsirin sürəti deyilir. Sonra məxrəci deyilir, sonra sürəti deyilir. 9'da 10. Bu necə kəsirdir? Düzgün olmayan kəsiri qarşı qədədə çevir görək.
O tərəfisi nöqtənin videosu. Çevir görək. Bilənlər, kim bilirsə, əli qaldırsın. Bəli, 1 tam 9'da yox, qalınan qalıq yazılır, qalıq. Yukarıdan qalıq yazılır, düz yazmışım onu. Yox, düz yazmışım. Tam sizdən düz yazmışım. Yox, 1 tam, buraya 1 tam. Məxrəcdə 9 olduğu kimi qalır, 9'u yaz. Sürətdə 10'u 9'a böləndə qalır, neçə qalır? 10'u 9'a böləndə qalır. 1, ora 1 yazır, yukarıya. Şərtlə bölənmə və oraya 1. Əyləş. Əyləş. Əl gəl. Əli. Digər tərəfdə də. Yəni biz dedik ki, təbii ki, keçən dəfə dedik düzgün kəsir, düzgün olmayan. Bir dənə düzgün kəsirdə yaz, düzgün olmayan kəsirdə yaz. Burada birinci kəsir düzgündür yoxsa düzgün olmayan? Düzgün. Çünki surət nədən kiçikdir? İkinci kəsirdə niyə? Bəli. Bəs yaxşı. Ümumiyyətlə yaz giran. 12'də 7 üstə gələk. 12'də 3. Bu kəsirləri toplam, məxrəcləri eyni olan kəsirlərin toplanmasıdır. Qovama qayda necə idi? Məxrəc eyni qalır. Surətləri toplanılır. Bəli. Digər hissəniz yukarısı. Silgini götür yukarısı. Bu da ixtisar olunan kəsirdir. Ona görə də hər ikisi nəyə böləcək? 2'yə bölə bilədir. Bəli. 2'yə böləndə 5, 12'yə Mən sizə keçən dəfə deyilmişəm ki, ixtisarın da 2 forması var. Ardıcıl ixtisar və bir də tam ixtisar. Tam ixtisar odur ki, surət və məxrəc tam bölünür həmin ədədlərin nəyinə? Əbobuna. Yəni surət və məxrəcin əbobuna bölünür. Amma ardıcıl ixtisar odur ki, mərhələli şəkildə adından da görünür ki, davam edir. İndi bunu bu kəsir, 12'də 10 kəsirini necə ixtisar edərsən? İndi bərabərdir. Kəsir xətti çək və bərabərdir. Kəsir xətti. Məxrəcdə neçə yazacaqsan? 12'ni 2'yə böləndə neçə düşür? 6. Surətdə neçə olacaq? 5. Çıxılmasında da eyni qaydadır. Bir dənə fərq ondan ibarətdir ki, burada nə olacaq? Çıxartında 7'dən 3 çıxır. Bəli. Orada neçə? 4. İndi nə ixtisar edir? 12'də 4 olardı. 12'də 4'də indi çıxılmasını yazıyoruz. 12'də 7 çıxar, 12'də 3. 12'də 7 çıxar, 12'də 3. O da bərabərdir. 12'də 4. O da bərabərdir. İndi neçə ixtisar eləyərsən? 6'da 2. Ana. İndi bu 6'da 2 ixtisar olmandır mı? Yenə də ixtisar edər. Uşaqlar, mən dediyim artıq ardıcıl ixtisara gəldi. Yəni ki, mərhələli şəkildə istəsəydik orada neçə bölərdik surət və məxrəci? Bax, bu 12'də 4'ü 4'ə də bölə bilərdik. Onda sonunda neçə alacaqdı? 3'də 1. Amma burada mərhələli şəkildə böldük və deməli, sonda da ixtisar olmayan kəsir alınana qədər proses davam etdirilir. Mustafa. Yaxşı, Mustafa, sən de görək. Tək ədədlər var və cüt ədədlər var. Tək ədədlər son nəylə tutarmalıdır? 1, 7, 9. Cüt ədədlərin sonu nəylə tutarmalıdır? 2, 4, 2, 4, 6, 8.
8 və 0 ola bilərlər, düzdür? 0-dan natural ədəd başlaya bilərmi? 0-dan qutara bilərmi? Bəli. İndi, Mustafa, kəsirlərin müqayisəsi var. Məsələn, məxrəcləri eyni olan kəsirlərdir. Tutalım ki, 12-də 7 kəsiridir, biri də 12-də 4-dür. Hansı böyük olar? Niyə? Çünki məxrəc... Surəti böyük olan kəsir böyükdür, kiçik olan kəsir kiçikdir. Amma əgər surətlər eyni olsa, məsələn 7-də 3 və tutalım ki 4-də 3 kəsir. O zaman 7-də 4-dür. Məxrəci kiçik olan böyük sayılır, bəli. Məxrəci kiçik olan kəsir nə olur? Böyük sayılır. Əgər məxrəclər də müxtəlifdirsə, eyni məxrəcə gətirilir, sonra bəli, müqayisə olunur. Yəni məxrəclər bərabərlə kəsirlər kimi müqayisə olunur. Əyləş. Bəli, testlərdən ilk səhv sual, adi kəsirlərdən ilk səhv sual 16-ya qədər 8. 8-dən 8-ə qədər var mı sual? Aha, indi 8-də, bəli, növbə səndə. 8-ci suala baxarıq. Sualda deyir ki, 3 sutkanın, 3 saat sutkan hansı hissəsini təşkil edir? Bir sutkan neçə saatdır? İndi məndə 24 saatdır. 2 sutkada 3 saatdır. 3 saatdır. 24 saatdır. Mənim 3 vurulsun 1 bərabərdir, x vurulsun 24. Onda mənim x bərabərdir 24 bölünsün 3. Yox, 3 bölə 24. 3 bölə 24. 3-ü bir əvranda 3, vurmanın da tərsi bölmədir də, 3-ü 24-də bölərsən. X-ə bərabər 3 bölünsün 24. O da x-ə bərabərdir 8-də 1. 8-də 1, bəli. 8-də 1. Əslində uşaqlar, siz bunu ümumiyyətlə bir ədəd, digər ədədin hansı hissəsini təşkil etdiyini bilmək üçün bilməliyik ki, həmin ədədi digər ədədən ayırmaq lazımdır, bölmək lazımdır. Bizə deyir ki, 3 saatdır. Əslində bunu aid tənasür şəklində yazır. Amma bu mövzumuz kəsirlər olduğuna görə biz bunu kəsirlə yazmalıyıq və sonda da düzdür, burada kəsir şəklində cavab qaldı 8-də 1. Amma məxrəcdə də yazacaq ki 24 saat. Bəli, bunlar çəkislər olanda 8 yuxarıda nedir? yuxarını, yəni kəsirin surətini 3-ə böləndə 1, məxrəcdə də neçə olacaq? 8 olacaq, bəli. Əyləş. Kiminsə sual var, bu sualdan bağlı. Aha. Sonra 8-ci sualdan sonra növbəti səhv, növbəti səhv hansıdır? 16-ya qədər. Mən yoxdur. Aha, gəl. 16-ya. Yazdın bu hissəni? Yazmışım mən, baxıb bilərəm. Aha. O da seçənə də güzel. Mən dəftərimə yazmışım. Aha, 8-ci sual. Aha. Üzgünüm. Həqiqətdə deyir ki, mən ikinci onları kəslərə tam hissəsini tapdım. Tam hissəsini tapın. 220-ni böləcək 16-ya. Neçədə yerləşir? Qollu böləklə burada böl. 220-ni 16-ya. Qollu böləklə 220-ni 16-ya.
Yani tapşırıqlar da yazılıb. Neçə dəfə düşər? 13 dəfə. Deməli, yaz buradan, bərabərdir 13. Biz uşaqlar 216-ya böləndə ən çox neçə dəfə düşdüyü bilməliyik. Onun üçün də kəsrin surətini məxrəcinə bölmək lazımdır. 13 kəsr xətti məxrəc olduğu kimi qalır. Bəli, qalır neçə qaldı? 12. Yoxsa 14 dəfə düşərlərmi? 13 tamdır. Burada 220'ni gördük neçəyə? 16'ya. 22. 22'nin 16. Bir dəfə. 16. Aha. 22'nin 16. 12'den 6. 60'ın 16. Neçə dəfə yerləşər? 3 dəfə. Bəli. Burada qaldı 12. Deməli sonda qalır neçə qaldı? 16. İndi bunu da ixtisar elə. Yaz 13'da. Neçə olacaq? 12 ile 16. Aha, 4'e bölündə neçə qalır? 14'e bölüşür. Yaz biraz. Aha, 16 4'e bölündə 4, 12 de 4'e bölündə 3. Əyləş. Ben sualım var. 16'dan sonraki Sonra sualım verdim. 21, 21. 21'e kadar var mı? 21 başa düşürmüşüm. Gel. Bunu başa düşmemişler. Aha. Zahmet olur. Birincisi 0 tam 12, 4'e 6, 90'da Deməli uşaqlar 0'dan 2, 4'də 6 qarışıq dövrü onluq kəsirlər. Qarışıq dövrü onluq kəsirlər. Burada niyə qarışıq dövrü onluq kəsirdir? Çünki vergüllə mötərizə arasında rəqəm var ona görə. Yox, əgər deməli bu qarışıq dövrü onluq kəsirdir. 0 tam və yaxud da nə bilim 1 tam da ola bilər. Yəni hökmən deyir ki, bu 0-dan başlasın. Ola bilsin ki, 1 olar, 5 olar və s. 1 tam dövrdə məsələn 7. Vergüldən sonra əgər dərhal mötərizə başlayıbsa, onda bu kəsir olur saf dövrü onluq kəsir. İndi biz qarışıq dövrü onluq kəsiri çevirməliyik adi kəsirə. Bunun üçün deməli, mötərizənin içərisindəki rəqəmlərin sayı qədər məxrəcdə topluqları iştirak edəcək. Burada tam hissə 0-da ona görə yazılmır. Kəsir xətti çəkilir. Məxrəcdə neçə dənə rəqəm var burada? Mötərizənin içərisində bir rəqəm var. Ona görə bir dənə 9. Vergüllə mötərizə arasında neçə rəqəm var? Bir rəqəm var. Həmin rəqəmin sayı qədər 0 yazılır. Surətdə vergüldən sonra ümumi gələn ədədimiz neçədir? 26'dan da çıxırıq 2. Çıxırıq. Vergüllə mötərizə arasında yerləşən ədədi, yəni neçəni? 2-ni. Deməli, burada da 26-dan 2-sin 24'ü, burada da olacaq neçə? Məxrəcdə 90. İndi həmin kəsiri ixtisar elə, burada ixtisar elə. 90'la 24'ü ixtisar Neçəyə bölünər uşaqlar? 90 ilə 24 yox. Ən böyük ədədə, məsələn, 6-ya bölmək olar mı? Olar. Bərabərdir. Beraber 24'e 6. Əslində uşaqlar 2-yə də bölünə bilər. Amma biz bəli, ən böyük ortaq bölənə bölməliyik də, yəni əboba bölməliyik. Ona görə də 24'ü 6'ya böləndə 4, 90'da 6'ya böləndə neçə düşür? 15. Bəli, 15'də 4. Hayır, indi 15'te 4'ün de üstüne geldik. Bəli, 15'də 4'ün üzərinə 15'te üstüne geldik 5'te. 5'də 1. Məxrəcin müxtəlif olan kəsirləri toplamaq üçün Aha. onların məxrəclərdən ortaq böləni toplamaq. Yəni ək olur. 15'te 5'ten 15 değil. Ortaq bölən deyəndə əslində ortaq bölən yox, ortaq bölünən.
Çünki ən kiçik orta məxrəc, əkobut azmaq lazımdır. Orta məxrəc bərabərdir, kəsr fərqli. 15 elə mənim. Bəli, əkob neçə eləyər 5-dən 15-ə? 15. 15 eləyər. 15'i 15'e böldük. 1. Aha. 15'i 5'e böldük. 3. 4 tane böldük. 15'də 4, bəli. Orta məxrəcimiz 15 idi. 15-i böldük birinci kəsrin məxrəcinə 1, vurduq sürətlə 4-ə 4 elədi. 15-i böldük eyni qayda ilə ikinci kəsrin məxrəcinə vurduq nəyə? Sürətlə. 15-i 5-ə bölədi. 3, 1-ə də vuranda 3 elədi. Və buradan da məxrəc olduğu kimi qalır. Sürət isə toplanır. Bəli. Əyləş. Bu sualla bağlı kiminsə sualı varmı? Təzədən izah edək. Aha. Sonra növbəti. Yok,